Salam ərz eləyim əziz dostlara. Yekə zoğənlər çoxdər karbordi olaylar. Yekə zoğənlərin içində qədim zaman qəlla toymışlar. Alaq-ulaq yazıymışlar və dava cürrəymişlər. Bəzən bunların içində o yerlərdəki su yox imiş. Yağışın suyunu zəxirə eləymişlər. Bir dənə noşda ki vardı. Odur ki, yekə zoğənimiz həmişə karbordi olmaz. Əgər zoğənin qırağında bir xas əlamət və nişanə gəlsə, hətta dəfiniyə də işarə edə bilər. Burada bir dənə xoştəraş zoğənlarımızdır ki, təraşı kamilən müşəxxəs və məşhuddur. Kamilən gerdə-gerd bu zoğəni təraşlayıblar. Bu balaca zoğənin olduğu bu yekə zoğənin qırağında bizə bəlləndirək ki, bu zoğənimiz day karbordi ola bilməz. Bəlkə bir dənə mühüm hədəfin yerinə işarə eləyib. Pəs hətmən bu cür məvaqiqdə havasız cəm olsun.